Salam dostlar, bilirsiniz ki dil öğrenmədə motivasiya ən önəmli amillərdən biridir. Ona görə dili öyrənən zaman motivasiyasını qorumaq ən önəmli addımlardan biri hesab olunur. Bu nə deməkdir? Biz dili öyrənən zaman uzun vadədə düşüşlər və enişlər yaşayırıq. Yəni elə bir vaxt gəlir ki, ümumiyyətlə istəyirik ki, kitab dəftəri ataq. Çünki bizə elə gəlir ki, sanki o dili öyrənməmiş oluruq. Və bu bizi artıq sıxmağa başlayır. Məsələn, kitabın müəyyən bir hissəsinə çatırıq. Baxırsan ki, çox şey bilirsən, amma sadə şeyləri deyə bilmirsən. Məsələn, bir ağac əkməyi deyə bilmirsən. Və yaxud bugün səhər yerindən oyandım, qalxdım kimi ifadələri deyə bilmirsən. Bu ən önəmli nüanslardan biridir dostlar. Bu nə deməkdir? Kitabda uzun vadədə oxuya-oxuya gedirsən, amma baxırsan ki, əslində oradan-buradan bilirsən, amma lazım olan şeyi bilmirsən. Bu nə deməkdir dostlar? Dili düzgün öyrənmək lazımdır. Düzgün öyrənmək dedikdə nəyi nəzərdə tuturam? Kontekst daxilində və yaxud situativ yaşayaraq öyrənmək lazımdır. Yəni siz bir kitabı, Alman dili kitabı açanda heç bir kitab sizə səhər mən 5-də qalxdım, gözlərimi açdım, çətinliklə durdum, getdim dişlərimi yudum. Heç bir kitab sizə bunu təsəvvür etmir və siz o kitablarla getdikcə sıxılmağa başlayırsınız. Ona görə düzgün öyrənmək, düzgün sözləri öyrənmək anlamına gəlir. Yəni siz həyatınızın içərisinə daxil olan situasiyaları öyrənmədikcə bir dili öyrənə bilməyəcəksiniz. Ona görə çalışın, dediyim kimi, həyatınızda olan situasiyalardan yararlanaraq dili öyrənməyə çalışın. Bu sizin yemək yemə sıranızda ola bilər və yaxud yuxudan durmanızı da təsvir edə bilərsiniz, bir işə getməyinizi də təsvir edə bilərsiniz. Tamamilə həyatda nə baş verirsə, ancaq onu öyrənməyə çalışın. Kitabı sadəcə dilin müəyyən bir səviyyəsinə çatdıqdan sonra bəli, oxumaq olar, öyrənmək olar. Bu, diqqət yetirməli olduğunuz ən önəmli birinci addımdır. Ən önəmli yanlış informasiyalardan biri isə hər kəsin sizə, demək olar, bütün kursların sizə söz verib, amma əslində getdikdə isə, həmin kurslara getdikdə isə gerçəklərin başqa olduğunu öyrənməyinizdir. Bu nədir? Hər bir kurs sizə 8 ay, 6 ay, belə bir və yaxud qısa müddətdə sizi bir dili öyrənəcəyinizə vəd verirlər və yaxud alınmadıqda isə bu sizin boynunuza qalır. Çünki siz hazırlıqlı dərslərə gəlməmişsiniz, belə tipli bəhanələrlə üzləşirsiniz. Ona görə dostlar, dezinformasiyalara aldanmamaq lazımdır. Yəni, demək istədiyim nədir? Dil 6 ayda, 5 ayda mı, 1 ildə mi, nə qədər vaxt öyrənilir? Dil əslində öyrəniriksə bir xarici dili. Həyatımız boyu öyrənilir. Hansı ki, biz o cəmiyyətdə deyiliksə, bu aşkar şəkildə davam etməlidir, bu davamlı şəkildə olmalıdır. Çünki nə qədər ki, o cəmiyyətdən uzaqsan, sənin beynin o situasiyalara, çətin vəziyyətlərə düşmür və sən heç vaxt onu yalnız vizual şəkildə, əzbər şəkildə öyrənmiş olursan. Həyatımın içərisinə daxil olmur. Amma ki, bir xarici ortamın, xarici dil öyrəndiyin ortama daxil olduqda isə bu əsl sənin dil öyrənmə sürəcin olur. Bu, xarici bir mühitdə 6 aya, bəli, 6 aya siz aktiv bir şəkildə həmin cəmiyyətin içərisində öyrənə bilərsiniz. O cəmiyyətdən uzaqda isə bir dili öyrənməyiniz 2-3 ilə başa gəlir. Bunu sertifikat almaqla səhv salmayın. Sertifikatı bəli 6 ayda, 8 ayda ala bilərsiniz. İnsanlar var ki, sertifikatı qısa müddətdə alır, amma cəmiyyətin içərisinə daxil olduqdan sonra çətinliklərlə üzləşir. Çünki reallıqda dil öyrənməklə sertifikat almaq tamamilə başqa anlayışlardır. Bəli, sertifikat alanda yolumuz açılır, başqa irəliləyişlər qət edirik, müəyyən bir xarici səfərlərimiz üçün daha əlverişli bir şans yaranır. Amma gerçək dili bilmək, mühitdə bunu danışmaq isə tamamilə başqadır. Bu isə diqqət yetirəcəyiniz ikinci bir nüansdır. Üçüncü ən böyük yanlış isə dostlar, dil öyrənən zaman bir dilin qrammatikasını öyrənməkdir. Təsəvvür edin ki, siz öz ana dilinizi və yaxud hər birimiz öz ana dilimizi öyrənən zaman heç vaxt fikirləşməmişik. Məsələn, mən məktəbə gedim deyəndə məktəbin axırına ə artırım, yoxsa a artırım, yoxsa mən mağazaya gedim, marketə gedim deyəndə görəsən market sözünün axırına ə artırım, yoxsa a artırım. Bunlar haqqında heç birimiz heç vaxt düşünməmişik. Niyə? Çünki
bizim qulağımız daim o qədər eşidib ki, səslərə uyğun artıq dili dilimizə gətirə bilirik. Bu nə deməkdir? Siz davamlı şəkildə videolara qulaq asaraq hansı sözün axırına hansı sonluğun artırıldığını bu şəkildə də öyrənə bilərsiniz. Bu mümkündürmü? Bəli, mümkündür. Mən qrammatikanı oxumamışdan əvvəl müəyyən bir hissəsini oxudum, amma bu mənə o qədər də effektiv olmadı və daha çox videolara qulaq asmağa başladım. Videolara qulaq asdıqdan sonra ümumi konsepti tutmağa başladım ki, məsələn, hansının axırında nə artırırlar, niyə bu belə olur, niyə elə olur. Biz öz ana dilimizi də belə öyrənmişik. Ona görə mütləq və mütləqdir ki, qrammatikanı öyrənmək yox, məhz videolara qulaq asıb danışıq tərzini, cümlə quruluşlarını öyrənmək lazımdır. Bu da önəmli bir nöqtələrdəndir dostlar. Ən önəmli nöqtələrdən biri isə yanlış kitablardan və yanlış video vəsaitlərdən istifadə etməkdir. Bu nə deməkdir? Yəni siz aşağı səviyyədəsinizsə, kimsə sizə deyirsə ki, kinoya baxdım, dil öyrəndim, o dəqiqə gedib hər hansı bir seriala baxıb özünüzü bir depressiv duruma salmayın. Yəni əgər o səviyyədə deyilsinizsə, o videoya baxmaq sizin işinizə yaramayacaq, sizi depressiyaya salacaq, sizi gecikdirəcək. Ona görə çalışın ki, yalnız öz səviyyənizə uyğun kitablara baxasınız, kitabları oxuyasınız və tərcümə eləyəsiniz. Ən rahat dili öyrənməyin yolu isə yalnız özü-özünüzə inkişafdır. Bu nə deməkdir? Biz məktəbdə dili necə öyrənmişik? Bəli, məktəbə getməmiş dili danışırdıq. Amma səhv danışdığımız da olurdu. Ümumi bazamızı necə genişləndirdik? Bunun fərqinə varsanız, istənilən bir dili öyrənə bilərsiniz. Bu nə deməkdir? Məktəbdə bizə müəllimlər lövhə qarşısında dərs danışdırırdı. Məhz danışıq, öz fikrimizi yürütmə qabiliyyəti bizim o ana dilindən və yaxud həyat bilgisindən, coğrafiyadan o informasiyaları danışdıqca öyrəndik. Bizim dərs danışan zaman o informasiyaları bizim beynimizdə saxlamaq yox, beynimizin düşüncə qabiliyyətinin inkişafı önəmli idi. Yəni məktəbdə hamı deyir ki, məsəl üçün mən öyrəndim sinus, kosinusu, bu mənim gələcək həyatımda nə rolu var? Bunun təbii ki, çox az bir rolu ola bilər. Amma o sinus, kosinusu, o riyaziyyatın çətin hissələrini öyrənən zaman inkişaf prosesi var beynin. Həmin inkişafa çatmağımız önəmli idi. Yəni, bu dili də biz öz ana dilimizdə belə mənimsəmişik. Bir xarici dili də məhz bu şəkildə mənimsəmək mümkündür. Yəni, dediyim nədir? Bir mətni qoyursunuz qabağınıza, öz sözlərinizlə yadınızda qalan cümlələri deməyə çalışırsınız. Hər dəfə bu mətni oxuyub yenidən danışmağa çalışın, eyni mətni. Bunu dəfələrlə təkrar edin. Bu zaman sonra artıq cümlə quruluşları beyninizdə qalır və siz fikrinizi ifadə edə bilirsiniz. Zamanla beyninizdə bir cümlə toplusu yaranır. İkinci bir addım isə dostlar, ən gözəl addım inşa yazmaqdır. Bundan gözəl mən bir dili öyrənmək üçün vasitə bilmirəm. Yəni, ən ideal üsuldur. Nə deməkdir? Yəni, İstənilən bir hadisəni götürüb inşa şəklində təsəvvür etsəniz, o hadisəni biləcəksiniz. Məsələn, deyək ki, fəsillər adlı inşa yazırsınız, çox qısa. Yəni, dərinə getməyə heç ehtiyac yoxdur. Yəni, məsəl üçün, 4 fəslimiz var, yaz, yay, qış, hava buludlu olur qışda, məsəl üçün, yağış yağır. Bu tipli cümlələri yazandan sonra siz gündəlik həyatda havanın yağışlı olması necə deyilir, buludlu olması necə deyilir, bunları çox rahat bir şəkildə öyrənəcəksiniz dostlar. Bu isə diqqət yetirməli olduğunuz ən önəmli və vacib nüanslardan biridir. Və ən sonda demək istədiyim dostlar, səbirli olmaqdır. Dil öyrənən zaman düşüşlər çox olur. Yəni, mənim də olub ki, günlərlə oxumadığım olur. Amma çalışın, qaydın, yenə də üstünə oturasınız. Mən son 2 ildir ki, artıq bir gündə olsun belə ötürməmişəm ki, Almanca nəsə oxumayım. Almanca heç olmasa bir videoya baxmayım. Davamlılığı qorumaq lazımdır. Gün ərzində öyrənəcəyiniz bir söz belə sizin informasiya balansınızı artıracaq və bir ilin axırında görəcəksiniz ki, dediyi necə öyrənmiş olursunuz. Belə dostlar, ümidvaram dediklərim sizlər üçün faydalı oldu. Videonu izləməyi, paylaşmağı və öz fikirlərinizi mənə bildirməyi unutmayın. Sağ olun, sağlıqla qalın.